Media Doktor, sağlığın varlığındır. Yeni iş həftəsində xoş gördük hər birinizi. Hal-hazırda sükan arxasından bizi dinləyən dinləyicilərimizə siz uğurlu yol arzulayıram. Yolunuz hər zaman açıq olsun. Getdiyiniz yollarda hər zaman qismətiniz yaşıl işıq olsun deyirəm. Və vaxt itirmədən biz efirimizə başlayırıq. Siz bizi 105.5 FM-in efirində, Media FM-də dinləyirsiniz və Media Doktor sizinlədir. Sizin isə mənim Sona Bunina aparıcınız. Bugün mənim həm söhbətim var, həm söhbətimlə bir maraqlı cərrahi üsulundan danışacağıq. O cərrahi üsulundan ki, insan ömrünü 5-15 il artıra bilir. Bəlkə də deyəcəksiniz ki, əməliyyat eləyəcək, düzdür. Əməliyyat da müalicənin bir növüdür, amma niyə ömrümüz uzadır? Elə niyəsini mütəxəssisimiz deyəcək. Bugün mənim həmsöhbətimlə, cərrah doktorumuzla birlikdə biz məhz bu məsələni müzakirə edəcəyik. Odur ki, diqqətiniz Media FM-də olsun və bugün bizim həmsöhbətimiz Elba Aliyevdir. Bariatrik cərrahımız, onkoloji cərrah. Doktor, xoş gəldiniz. Xoş gördük. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Salamlayıram bütün izləyiciləri. Eyni zamanda bugün Gənclər Günüdür. Bugün münasibətilə bütün enerjili, cəsarətli Azərbaycan gənclərini təbrik edirəm. Mən də gənclərimizi sizin təbrikinizə qoşulub təbrik edirəm. Doktor, əslində bugün mən deyərdim ki, təkcə gənclərin deyil, həm də ruhu gənc olan insanların günüdür. Çünki bəzən görürsünüz elə yaşlı insanlar var ki, amma heç vaxt öz yaşıdları ilə ayaqlaşmır, gənclərlə hər zaman görürsünüz onları. Amma yaşından asılı olmayaraq insanı qocaldan bir şey var, o da səhhətində olan problemlərdir. İnsan nə qədər sağlamdırsa, gümrahdırsa, o qədər gəncdir deyə düşünürəm. Doğrudur. Bugün obezitədən zaten insan ömrünü 10-15 il daha qısaltan piyələnmə xəstəliyindən danışacağıq. Bəli. Səbəblərindən, müalicəsindən, əməliyyatlarından, əməliyyatların yan təsirlərindən. Doktor, gəlin öncə bariatrik cərrahi nədir? Bir qısaca onu deyək dinləyicimizə. Çünki bariatrik cərrahinin adını çox eşidiblər. Amma nə olduğunu bilən çox az sayda insan var. Hətta haqqında miflər də niyəsə bu cərrahiyəni bəzən kölgədə qoyur. Ki, ay yox, əməliyyat elədi, yaxşı olmadı nəticəsi və s. Halbuki burada yaxşı oldu və olmaların da səbəbi var. Bariatrik cərrahiyyə piyələnmə xəstəliyinin ki, bunun da dərəcələri var. Yəni bəlli dərəcələrə biz məsləhət görürük, bəlli göstərişləri var. Piyələnmə xəstəliyinin cərrahi müalicə üsuludur. Hansı ki, həzm sistemində olan bir sıra dəyişikliklər edirik cərrahi metodla. Bunlardan restriktiv əməliyyatlar var. Yəni həcm məhdudlaşdırıcı əməliyyatlar var. Məsələn, mədə kiçiltmə kimi. Malabsorptiv əməliyyatlar var. Yəni sorulmanı çətinləşdirən əməliyyatlar var. Məsələn, duodenal switch kimi çox tərcih eləmirik. Bir də qarışıq əməliyyatlar var. Həm malabsorptiv, həm də restriktiv. Buna da ən çox tərcih olunan Roux-en-Y qastrik bypassdır. Bunlardan iki üsulun FDA onayı var. Yəni Amerikan Qida və Dərman Assosiasiyasının onayı var. Mədə kiçiltmə və Roux-en-Y qastrik bypass. Hərəsinin öz yeri var, hərəsinin öz göstərişləri var. Yəni ilərləyən dəqiqələrdə ətraflı danışarıq istəyirsiniz. Doktor, gəlin belə deyək. O bədən kütlə indeksini hesablamaq həmişə həm dinləyiciyə, həm izləyiciyə maraqlıdır. Mən uzun illərdir tibb sahəsində həkimlərimizlə işləyirəm. Mən bunun həmişə izləyicidə çox böyük maraq doğurduğunu görürəm. Öncə gəlin dinləyicimizə deyək ki, o özünün obezite olub-olmadığını ya da o piyələnmənin onun orqanizmində başlayıb-başlamadığını necə hesablaya bilər? Bədən kütlə indeksi bəsit bir düsturdur. Kiloqramı boyun metrə kvadratına bölməklə əldə olunur. Və burada indekslər alınır. Bəli, indekslər alınır. Bunu internet üzərindən də hər kəs yazıb araşdıra bilər. Bəli. Yəni normalın 25-dir. 25-dən yuxarı artıq sizdə çəkidən bəhs edilir. Yəni 25-dən yuxarısında deməli sizin artıq kilolarınız var. 30-a qədər. 30-un üzərində, 30-35-in üzərində artıq birinci dərəcəli piyələnmədən söhbət gedir. 35-40 ikinci yəni dərəcə. 30-a qədər olan insanların əslində əməliyyata ehtiyacı yoxdurmu? Belə mi deyirik? Əslində əməliyyata ehtiyacı yoxdur. 27.5 və 32.5 arası bəlli bir pasiyent qrupu var ki, bunların kontrolsuz, şiddətli diabeti varsa, onlar əməliyyat eləmək olar. Aydındır. Yalnız deməli istisnalar var. Diabet xəstələri. Xüsusən ağır kontrolsuz diabeti varsa, insulin dirənci varsa, onları əməliyyat etmək olar. 27.5-in üzərindədirsə onu əməliyyat eləmək olar. Amma 27.5-in altındadırsa, nə qədər kontrolsuz diabeti olsa da,
insulin dirənci olsa da əməliyyat etmək əks göstərişdir. Yəni, Niyə doktor? Çünki onlar zəif insanlardır. Çünki bu əməliyyatlar sadəcə diabet əməliyyatları deyil, eyni zamanda kilo vermə əməliyyatıdır. Yəni bunlar bu əməliyyatdan sonra ciddi kaheksiyaya girə bilərlər. Yəni göstəriş yoxdur. 27.5-in üzərində olacaq. Ondan sonra başlayırıq biz əməliyyatlardan danışmağa. Aydındır. 30-un üzərindədirsə 30-35 arası birinci dərəcəli piyələnmədən artıq söhbət gedir. 35-40 ikinci və 40-ın üzərində artıq morbid obezitədən söhbət gedir. Morbid obezitəni bəzən insanlar, daha doğrusu həkimlərimiz ölümcül piyələnmə olaraq tərcümə edir ki, bu doğru deyildir. Morbidite, mortalite anlayışları fərqlidir. Xəstəlikli piyələnmə artıq bəlli bir xəstəliklərə səbəb olan piyələnmə. Artıq orqanizmə zərər verir. Artıq orqanizmə zərər verir. Bir də 50-nin üzərində olan çox superobez pasiyentlər deyirik ki, onlar da superobez pasiyentlər sayılırlar. Əslində burada super heç nədən söhbət getmir, deyilmi? Doktor, deməli artıq müəyyən bir belə deyək, yanaşmalar var ki, sizin əməliyyatı almağınız üçün. Amma məsələn bir insan tutalım 27-nin altındadır, amma öz görünüşündən narazıdır. Məsələn boy bəstə xanımlarda bunu mən daha çox şahid olmuşam. İstəyir ki, əməliyyat eləsin. Onu əməliyyata alarsınızmı? Yox, onu əməliyyata almarıq, çünki əməliyyatlardan sonra qeyd etdiyim kimi ciddi kaheksiya ola bilər onlarda. Risk olduğu üçün etməzsiniz. Risk olduğu onun ayrı yolları var. Mədə balonu var. Bir zamanlar çox sıx tərcih edirdik. İndi müəyyən yan təsirlərinə görə tərcih eləmirik. Diyet var, spor var. Arıqlama iynələri indi çıxıb bunlarla yəni. Amma əməliyyat ən azı 27.5-in üzərində olacaq və mütləq dediyim kimi kontrolsuz diabeti olacaq. Əvvəllər göstərişlər bunlar idi. Yəni 40-ın üzərində olacaq deyirdik. Ancaq bu rəqəm son bir neçə ili dəyişibdir. 35-in üzərindədirsə bədən kütlə indeksi və heç bir əlavə xəstəlik olmasına gərək qalmır. 35-in üzərindəsə bir mənalı hər bir pasiyentə mədə şişirtmə əməliyyatı icra eləmək olar. 35-in altındadırsa, 35-in altındadırsa mütləq bir yandaş xəstəliyimiz olmalıdır. Bunlar nə ola bilər? Qaraciyər yağlanması ola bilər, öddaşı ola bilər, dərin ven trombozu ola bilər. Obezitenin səbəb olduğu deyək ki, bir böyrək çatışmazlığıdır, artrozdur, ürək damar sistemi xəstəliyi. Yəni bu xəstəliklərdən hər hansı biri olmalıdır. 35-in altındadırsa. Amma 30-un altındadırsa artıq 30-27.5-dən söhbət gedir. Bu zaman çox ciddi kontrolsuz diabeti olmalıdır xəstənin ki, biz onu şəkər əməliyyatı dediyimiz Roentgen gastrik bypassa alaq, əməliyyat eləyək. Doktor, artıq bir insana qərar verdiniz ki, sən əməliyyat eləyirik, bariatrik cərrahiyə alırıq səni. Nə baş verir? Səhəri gün gəlir, kimyəvi analizlərini verir, cərrahiyə mi keçir? Yoxsa burada mərhələlər mi var? Mərhələlərimiz var. Bariatrik əməliyyatı almağımız üçün olmazsa olmaz, mütləq endoskopiya olmalıdır. Yəni zondla mədəyə baxmaq lazımdır. Çünki axırıncı dəfə bir xəstədə baxdıq, bəlkə də bizi izləyir. Onun mədəsində poliplər tapdıq. Onlar əməliyyat eləmədiyin, poliplərini aldıracaq, gələcək, patoloji nəticəsinə baxacaq, ondan sonra əməliyyat eləyəcək. Mütləq zondla mədəyə baxılmalıdır. Yaxşı olar ki, bir UZI də olunsun. Bir öd kisəsində daş varmı, yoxsa yoxdur. Çünki sürətli kilo vermə öd daşı üstündə bir risk faktorudur. UZI olunsun və qan analizləri veririk. Bunlar arasında hormonlar var. TSH, kortizolu, qan ümumi analizi, infeksiyaları falan. Bunlara baxdırırıq. Bunlar 1-2 gün zaman ala bilər. Ondan sonra əməliyyatı azqarına gəlir. Əməliyyat öncəsi müəyyən dərman təyinatlarımız olur. Əməliyyatın özü çəkir yarım saat, 1 saatda biz artıq mədəni çıxarırıq, kəsib çıxarırıq. Doktor, açıq üsulladırmı, qapalı üsulladırmı? Yox, qapalı üsulla. 3 deşikdən icra edirik, bir dənə də qaraciyər asma. Mədə çıxır mı oradan? Çıxır. Mədəni 1-2 sm kəsikdən çıxara bilirik. Ondan sonra əməliyyatımız, yəni yarım saatda biz artıq mədəni çıxarmış oluruq. Sadəcə bəzi cərrahlar çıxartdığı stepler xəttini dikirlər, bəziləri elə buraxıb çıxırlar. Biz boylu boyunca dikirik, bir də omentuma dikirik və hər kəsdən fərqli olaraq həm o qanama kontrolu sağlamaq üçündür, həm mədənin sonraki dönmələrinin qarşısını almaq üçündür. O da biraz zaman alır, ən az bir saat çəkir. Ondan sonra pasiyent gəlir palataya, palatada 1-2 saat, 3 saatdan sonra hətta biz onu bir qaldırıb gəzdirməyə çalışırıq. Həmin gün heç bir şey yemir. Yemək içmə məsələsi sabahdan başlayır. Sabah 15-20 dəqiqədən bir qaşıq su önəririk. Sabah ancaq su içəcək. Bir gün sonra yəni daha doğrusu ancaq su içəcək. 15-20 dəqiqədən bir xörək qaşığı su önəririk. Üçüncü gündən artıq sulu yeməklərə başlayırıq. Özümüz təyin edirik. Yenə həmin 15-20 dəqiqədən bir qurtum sulu yemək və yəni yedirib içirib göndəririk pasiyenti. Ondan sonra müəyyən dərman təyinatlarımız olur ki, evdə davam edir və bir dietoloqa yönləndiririk. Sulu yeməklərə bu zamanla dietolog
qatılaşdırıcı yemək, yəni 2 həftə sulu yemək məsləhət görürük. 2 həftədən sonra 1 aya qədər yumşaq püre tərzində olan yeməklər məsləhət görürük. İndi bunun detallarına da girmək olar. Tam normal yemək 1 ay sonra keçəcəkdir. Və bu 1 ay tam normal yemək dediyimiz, məsələn, insan kotlet sevir. Hər kəs kimi kotleti məsələn 1 ay sonra yeyə bilər. 1 ay sonra yeyə bilər, aydındır. Tam normal yeməyi 1 ay sonra keçəcəkdir. Yəni müəyyən aktiv, xüsusən qeyd eləmək lazımdır ki, bu pasientlər mütləq yetəri qədər maye almalıdır. Məsələn, bəzi insanlar var, gedir işə başı qarışır, su almaq, içməyi unudur, sonra ciddi bir halsızlıq özündə görür və bu halsızlıqla bizə gəlir. Məsələ nədir? Niyə su bu qədər önəmlidir? Su hər bir insanın mədə şişirtmə olmadığı 2000 maye ehtiyacı var. Xüsusən, bunu təmin eləməlidir. Xüsusən bu əməliyyatdan sonra yemədə müəyyən çətinliklər yaranır. Yəni istəsə də çox yeyə bilmir. Amma maye alımı günlük 2 litr mayesini qəbul edəcək. Ya ağızdan, ya damardan. Yavaş-yavaş qoyacaq şüşəsini yanına qəbul edəcək. Udum-udum içəcək. Maye qəbulu çox önəmlidir. Yəni bu qəbul eləməsə başqa fəsadlar tromboemboliyaya qədər gətirib çıxara bilər, yəni. Çox önəmlidir. Ağızdan içə bilmir, damardan təyin edirik. Yəni bəzən insanlar önəm vermir və unudur. Ondan sonra diyetologlara getməyə çox həvəsli deyil bizim insanlarımız ki, şiddətlə düzdür. Onlara biz 1 aylıq siyahı veririk ki, bunları yeyəcəksən, bunları içəcəksən. Bəzən də ona arxayın olub getmirlər, amma yaxşı olar ki, diyetolog kontrolunda olsun, protein dəstəklərini alsınlar. Ondan sonra vitamin dəstəyini alsınlar. Bunları biz təyin edirik. Elə bununla bağlı sual verəcəkdim ki, mineral və vitaminlərin itkisi problemi yaşanırmı həmin insanlarda? Çünki el arasında ən çox danışılan məsələ budur. Ki, ay istədiyi qədər yemir, paralelində də yeyə bilmədiyi üçün mineral və vitaminlərini ala bilmir. Vitamin dəstəyi biz bütün pasientlərə önəririk. Mədə kiçiltmədə vitamin əksikliyi çox sıx görülmür. Daha çox qastrik bypass əməliyyatında xüsusən dəmirin, B12 vitamininin əksikliyi görürük. Hətta bəzən onlara uzun müddət, çox uzun illərlə təyin etmək məcburiyyətində qalırıq. Ancaq mədə kiçiltmədə 1 ay, 2 ay vitamin dəstəyinə ehtiyac var. Onlar həm kalori alımı, qida alımı, maye alımı, bunlarda bəlli bir əngəl yaranır. Xüsusən ilk 1 ayda buna vitamin dəstəyi və protein dəstəyi biz məsləhət görürük bu xəstələrə. Olmazsa ciddi halsızlıqlar olar, yəni. Doktor, mən məsələn bariatrik cərrahi əməliyyatından sonra xanımlarda bunu daha çox müşahidə etmişəm, ətrafımda xanımlar daha çox olduğu üçün. Məsələn, müxtəlif tərkibli kokteyllər içirlər, nə bilim vitamin qarışığı ilə içirəm, nə bilim və s. ilə içirəm. Bu əslində belə deyək, cərrahiyyənin məcburiyyətidirmi, yoxsa xanımların özlərinin istəyərək içdikləridirmi? Yox, onlar hansı tərkibdə kokteyl içəcəklərini diyetoloq əslində düzənləməlidir. Bəli. Bol enerjili qidalardan uzaq durmalarını biz tövsiyə edirik. Qazlı içkilərdən uzaq durmalarını, kafeinli içkilərdən uzaq durmalarını, karbonatlı içkilərdən uzaq durmalarını, koladan uzaq durmalarını ən az 1 ay önəririk. Məsələn, alkoqoldan ümumən uzaq durmalarını önəririk. Çünki alkoqola biz bir kalori bombası deyirik bəzən ədəbiyyatda. Yəni bir 50 qram alkoqol almaq artıq bir günlük onun deməli aldığı kalorini 50 qram alkoqolda ala bilir, yəni. Bir şey yaxşı qeyd elədiniz, mütləq vurğulamalıyam. İnsanlar qarışdırırlar. Mədə kiçiltmə əməliyyatının məqsədi qatı qidalara qarşı bir əngəl yaratmaqdır. Maye qidalara qarşı bir əngəl yaratmaq deyil. Məsələn, insan bol enerji, məsələn, kolanı sevirsə, mədə kiçiltmə olur, amma günə bir 2 stəkan kola içir. Artıq burada diyetdən, mədə kiçiltmədən söhbət gedə bilməz. Yəni artıq o diyetini pozdu. Yəni işimiz də effektli olmayacaq. Yəni ona görə elə doktor, fasilədən sonra bundan danışacağıq ki, insanlar deyir ki, gedirəm əməliyyata. Elə bilirlər ki, hər şey bitdi. Yəni əməliyyatla yekunlaşdı, diabet də yekunlaşdı, artıq çəki də yekunlaşdı. Bax, bunu fasilədən sonra deyək, həqiqətənmi skalpellə hər şey yekunlaşırmı? O əməliyyatla hər şey yekunlaşırmı? Bunu fasilədən sonra deyək, zəhmət olmasa. Çox qısa bir fasiləmiz olacaq. Fasilələrdən biz davam eləyəcəyik. Doktorla əlaqə saxlamaq istəyən dinləyicilərimiz, izləyicilərimiz, TikTokdan bizi izləyirsiniz, Media FM saytından bizi canlı izləyə bilərsiniz. 055 258 45 85 nömrəsi ilə əlaqə saxlayaraq doktorun yanına gedə bilərsiniz, müraciət eləyə bilərsiniz. Hər hansı bir cərrahi problemləriniz varsa aradan qaldıra bilərsiniz doktorun köməkliyi ilə. Eyni zamanda mədə kiçiltmək istəyən, arıqlamaq istəyən insanlar, diabetdən əməliyyatla azad olmaq istəyirəm deyənlər varsa, buyura bilərlər. Unutma, sağlığın varlığında.
Biz davam edirik. Media FM-in efirində Media Doktoru dinləyirsiniz. Studiyamızın qonağı isə Medistyle Hospitalın mütəxəssisi, bariatrik və onkoloji cərrah Elba Aliyevdir. Medistyle Hospital Əhməd Rəcəbli küçəsi 18A ünvanında yerləşir. Rahatlıqla müraciət eləyə bilərsiniz. 055-258-45-85 nömrəsində əlaqə nömrələridir və doktor da Medistyle Hospitalda çalışır. Bilirsiniz ki, Medistyle Hospitalın fərqli vaxtlarda çox peşəkar mütəxəssisləri bizim studiyamızın qonağı olurlar. Dalğamızdan onları dinləyə bilirsiniz. Bugün də Elba Aliyevlə biz söhbətimizi davam edirik. Biz bariatrik cərrahiyyədən danışırıq. Bariatrik cərrahiyyə son dövrlər sözün əsl mənasında bir çox insanın nicat yolu oldu. Diabetdən nə qədər insan azad ola bildi sayəsində, nə qədər insan artıq çəkisindən azad ola bildi. Amma fasilədən öncə doktor sizə belə bir sual ünvanladım ki, bu əməliyyat hər şey deməkdirmi? Hər şey cərrahiyyə masasında qaldı mı deməkdir? Maalesef elə bir üsul yoxdur ki, bir dənə yəni istər arıqlama iynələri olsun, diyeti spor olsun, bariatrik prosedurlar olsun, mədə balonu olsun, sadəcə ona güvənib istədiyimi yeyəcəm, içəcəm, ancaq kilo verəcəm. Elə bir üsul yoxdur. Yəni bir ömür boyu bu bir həyat tərzi dəyişikliyidir. Əməliyyatdan sonra zaten bu dəyişikliyi insanlar zaman-zaman özündə görür və müəyyən qədər motive olur. Bəzi qidaları sevməkdə, artıq bəzi qidaları sevməməkdə fayda vardır. Yəni bəzi qidaları artıq sevməmək lazımdır. Xüsusən bol enerjili içkiləri qeyd elədim. Deyək ki, çörək, düyü kimi yeməkləri qeyd elədim. Bunlar mədədə qalmır. Sürətlə bağırsağa keçir və toxluq səbəb olmur. Yəni bunlar da zaten əməliyyatdan sonra bizim diyetologlarımız düzənləyirlər. Doktor, belə deyək, bu əməliyyat sonrası hər insanın bir məqsədi var nail olmaq üçün. Məsələn, kimsə arıqlamaq üçün müraciət eləyibsə, kimsə də diabetdən azad olmaq üçün sizə müraciət eləyib. Mənə düzü diabetdən azad olmaq üçün tərəfi daha çox maraqlıdır. Çünki düzdür, arıqlama tərəfində də bəzən insanların o qədər ciddi problemlər olur ki, yəni olmazsa olmazdır onların bu əməliyyat. Amma diabet bir başqadır. Bugün dünyanın pandemiyası adlandırılır diabet. Yəni durmadan da artır sayı, təəssüflər olsun. İstənilən diabet insan, belə deyək, diabet olan insan bu əməliyyata müraciət eləyərək diabetdən qurtulurmu? Maalesef elə bir yanaşma yoxdur. Hansı qrupdur onlar? Mütləq tip 2 diabeti olacaq. Xəstənin tip 1 diabeti olmayacaq. Yəni insulin rezistansı olacaqdır. Və insulin əksikliyi olan tip 1 diabetin bir cərrahi üsulu yoxdur. O dışarıdan insulin qəbul eləməkdir. Bəli. Və bəlli bir bədən kütlə indeksi olacaq. Yəni ən az 27.5-in üzərində olacaq. Bayaq dediyimiz rəqəmlər. Bayaq dediyimiz. Bədəndə toplanan yağ toxuması bir insulin direncini artıran bir, yəni toxumalar olmalıdır. Vasitədir. Ona görə də bu insanların zaten diabetə meyilliyi yüksəkdir. Kontrolsuz diabeti varsa, şiddətli insulin direnci varsa, qastrik bypass dediyimiz üsula müraciət edirik. Çünki onda diabetdə daha çox faydası olduğu göstərilmişdir. Bu zaman biz incə bağırsağın son qismini önə gətiririk və həzm traktında daha aktiv iştirak etməsini təmin edirik ki, bu zamanda insulinə bənzər maddələr əmələ gəlir. Amma çox şiddətli diabeti yoxdursa, mədə kiçiltmə belə kifayət eləyir. Mədə kiçiltmə sonrası verilən kilolar belə insulin dozasının azaldılmasına, istifadə elədiyi diabet dərmanlarının sayının azaldılması və tamamən buraxılmasına gətirib çıxara bilər. Bu neçə müddət çəkir? Məsələn, insan diabetinin artıq azaldığını nə vaxtdan görməyə başlayır? Artıq çəkinin miqdarından asılıdır, yəni bədən kütlə indeksindən asılıdır. Hətta 10 kilo vermək insanın istifadə elədiyi insulin dozasının bayağı bir azaldılmasını gətirib çıxara bilər. Yəni bariatrik cərrahiyyə sadəcə diabetin müalicəsində istifadə olunan bir üsul deyil. Təzyiq dərmanı istifadə edirsə, təzyiq dərmanını tərk eləyir. Ondan sonra sonsuzluqda böyük bir rolu vardır. Çünki qadınlarda artıq yağlar özünü östrogen kimi aparır. Və polikistik overdə böyük bir faydası vardır. Hətta mədə kiçiltmədən qısa süre sonra hamilə qalan qadınlar görülmüşdür. Düzdür, bunun müddəti də hesablanmalıdır. Ən az 1 il keçməlidir. Ondan sonra qeyd elədiyim kimi ürək-damar sistemi xəstəliyində, osteoartritdə, böyrək çatışmazlığında, sidik qaçırmaqda, ağır depressiyanın yaranmasında rolu vardır. Sadəcə diabetin müalicəsi üçün deyildir, yəni. Sadəcə üzr istəyirəm, eyni zamanda kişilərdə sonsuzluğun müalicəsində, məsələn, sperm sayının azalmasında, hərəkətsiz spermlərin sayının artmağında artıq çəkinin şiddətli rolu vardır. Kilo vermək, 10 kilo belə vermək sonsuzluğa bayağı bir faydası ola bilər, yəni.
Niyəsə bariatrik cərrahiyyə deyiləndə son dövrlər insanlar başqa bir görüntü yaratdılar əslində. Öndə baxın, bugün siz hal-hazırda sadaladığınız nə qədər xəstəliyə çarəsi var. Sözün əsl mənasında bəzi insanların həyatda bir çıxış yoludur. Vacib çıxış yoludur bu əməliyyat. Onları xilas edən bir yoldur. Amma niyəsə belə bir tendensiya yarandı ki, insanlar sanki plastik cərrahiyyənin bir qolu olaraq bunu görməyə başladılar və fikirləşdilər ki, ancaq özünü arıqlatmaq istəyən insanlar, yəni hədsiz dərəcədə arıqlayan insanlar gözə batdılar. Bəlkə də bilmirəm, burada məşruların mı günahı var? Çünki mən sadə vətəndaşlar arasında nə qədər bu əməliyyatda nicat yolu tapan insanlar tanıyıram. Ona görə bariatrik cərrahiyyəyə sanki bir yüngülvari bir ara kölgə salındı. Amma sonradan cərrahların önə çıxıb, xeyr, bu diabetə də faydalıdır. Diabetli insanlar da istifadə edə bilər. Nə qədər xəstəliklərdən biz insanları xilas edə bilərik deməsi hardasa insanlarda bir təsəlliyə səbəb oldu. Həm də doktor, bugünün texnikası, bugünün cərrahiyyəsi, tibb cərrahiyyə, belə deyək, tibbin inkişafı oradakı riskləri də minimuma indirdi. Bu da bir məsələ idi. İstərsiniz biraz istatistik rəqəmlərə nəzər zəhmət salaq. olmasa. Deməli, 2014-cü ildə aparılan bir çalışmada Amerikada 320 minə yaxın insanın məhz obezitədən, yəni piyələnmə xəstəliyindən öldüyü qeyd olunmuşdur. Bəli. 2015-ci ildə bu rəqəm dünya üçün 4 milyonu təşkil eləyir. Yəni bu statistik rəqəmlər bizim ölkəmizdə əlimizdə deyil, ona görə Amerikadan, yəni ədəbiyyat oranı Dünyadan alırıq statistikanı, bəli. Və hal-hazırda Amerikada yetişkinlərin və gənclərin 40%-nin məhz obezitədən əziyyət çəkdiyi qeyd alınmışdır. Uşaqların isə 19%-nin məhz obezitədən əziyyət çəkdiyi qeyd alınmışdır. 2021-ci ildə aparılan bir çalışmada dünyada 600 minə yaxın bariatrik əməliyyatın icra olunduğu qeydə alınmışdır. El arasında qeyd elədiniz, belə bir doğru bilinən yanlış deyirlər. Bəli, miflərin yayılması. Bəs mədəşdirmə, mədə xərçənginlər rolu vardır. Tam tərsi, çalışmalarla göstərilmişdir bir mənalı olaraq. Obezitenin, yəni piyələnmənin qadınlarda süd vəzinin xərçəngin yaranmasında birbaşa əlaqəsi vardır. Kişilərdə prostat xərçənginlər rolu vardır. Qadınlarda uşaqlıq xərçənginlər rolu vardır. Eyni zamanda kolon kanserində obezitenin şiddətli rol olduğu göstərilmişdir, yəni çalışmalarla. Və bu yox toxumasının azalmağı, kilo verməyin insan ömrünü 10-15 il daha uzatdığı çalışmalarda göstərilmişdir, yəni və mədə xərçəngi ilə bunu dəfələrlə də qeyd eləmişik, heç bir əlaqəsi yoxdur. Çünki elə buna görə demək istirdim ki, insanlar deyir ki, ay əməliyyat elədi, əməliyyatdan sonra rak oldu və onu da deyim ki, məşhurlar arasında biz bariatrik cərrahiyyədən sonra dünyasını dəyişən insanlar arasında gördüyümüz insanların əslində özləri də etiraf edirdi ki, dünyadakı mən şəxsən onların öz dilindən eşitmişəm ki, öz səhvim idi. Yəni bəziləri var ki, cərrah deyib ki, məsələn, o əməliyyatı etməyək, yəni qol çəkib imza verib ki, yox, mən bu əməliyyat olmaq istəyirəm, ya da bəzən inanın ki, başqa bir əməliyyat üçün gedib, hətta bariatrik cərrahiyyə olub, mədə əməliyyat olub, xərçəngdən xilas olan insanlar var. Yəni söylədiklərinin tam əksini də görmüşəm həyatda ki, insanlar bu yol vasitəsilə xilas olublar. Ona görə də istənilən halda əgər ağlınızda bir fikir yaranıbsa ki, mən əməliyyat olunub, yox, ətrafda gördükləriniz sizi qorxudursa, çox yaxşı olar ki, bir peşəkarın yanına gedib insanlar onun dilindən eşitsinlər hər şeyi ki, görək peşəkar sənə nə deyir. Hər bir fikir, yəni müxtəlif qeyri-ixtisas qrupunun olan həkimlər fikirlər bildirirlər. Yaxşı olar ki, biz fikir bildirdikdə çalışmalara əsasən, ədəbiyyata əsasən fikir bildirək. Yəni, bir nevroloqun mədə sistemi haqqında danışmağı doğru deyildir. Və mənim dediyim hər bir kəlmənin arxasında ciddi bir mənbə var, ciddi bir qaynaq var, bunu göstərə bilərik. Təbii ki, bugün elm çox şey araşdırır. Hətta biz xəbərlərdə çox şey görürük. Vaxtilə dedilər ki, şəkərli diabetin müalicəsi tapılacaq, beta hüceyrələr köçürülür, hər şey əladır. Ancaq bir müddət sonra alimlər dedi ki, yox, istədiyimiz kimi getmədi məsələ. Bu deyil çıxış yolu. Yəni elm hər gün inkişaf eləyir. Ona görə də Dünya Səhiyyə Təşkilatı bir şey dəstəkləyibsə və onun altına bir imzasını atıbsa, bugün bizim cərrahlarımız da o protokollarla davranırlar. Yəni insanlar niyə də kənardan olanlara dinləsinlər ki? Yəni burada bir peşəkar dayanırsa illərini elmə, tibbə həsr eləyən insanlar var. Yəni onlar burada söz deyirlər. Çünki araşdırmalar var. İnsanların üzərində aparılan əməliyyatlar var, onların nəticəsi var.
diabet cərrahiyyəsində ən effektli zaten qastrik bypassdır. Yəni cərrahi diabet müalicəsində istifadə olunan insulinlərdən, dərmanlardan. Təbii ki, bu ilk yanaşma deyil, ilk təyinat deyil, ancaq ən effektli cərrahi üsul olduğu göstərilmişdir. Hər bir prosedurun cərrahiyyədə bir yan təsiri var, ola biləcək bir fəsadlar var. Mədək sistemi əməliyyatında da bu yan təsirlər, deyək ki, bu əməliyyat riskləri bir öd kisəsi xolestektomi və ya apendisdən daha yüksək deyildir. Yəni texnik olaraq da çox zor bir iş deyildir. Yəni. Amma insanlara tam başqa cür görünür. Təbii ki, mütəxəssisin əlində icra olunmalıdır. Yəni. Bir də insanların ən böyük təəccübünə səbəb olan deyim, səhifələrinizdə o göstərdiyiniz mədədir. Bu boyda mədəsi mi var idi insanın? Əslində bildiyim qədərilə doktorlar onları sonradan tikib su ilə doldurub göstərirlər. Yəni o boyda mədə çıxarılmır içəridən. Onu göstərməkdən məqsəd sadəcə fotoğraf çəkdirmək deyil. Bəli, bəli. Mədən həzmini ölçməkdir. Eyni zamanda nə qədər oradan xaric olunub deyə. Eyni zamanda oradan bir qaçaq varmı onu görməkdir. Bu arada bir şey qeyd edeyim. İcra elədiyimiz onlarla əməliyyatlardan hələ ki bir ağırlaşmamız olmamışdı. Yəni bu insanlar da şükürlər olsun. Bu önəmlidir. Bax elə bugün danışmağımızın da səbəbi odur ki, bugün real olaraq öz təcrübəsində cərrahların gördükləri, əldə etdikləri, nəinki kənardan qonşunun dediyi, kiminsə dediyi, ay televizordan belə eşitdim, ay filan yerdə belə dedilər. Bu deyil yəni məsələ. Elə televizordan da, radiodan da bugün şükürlər olsun yetərli qədər peşəkar cərrahlar var və normal bugün reallıqda nə varsa hər birini canlı insanlara çatdırırlar. Məlumat almaq o qədər mürəkkəb deyil yəni bugünkü gündə. Və bu arada elə doktorumuzun nömrəsini də deyim, doktorumuzla əlaqə saxlamaq üçün ola bilər dinləyicilərimiz dinləyir və fikir yaranır ki, bir müraciət eləsinlər. Elba Əliyev Ankara Universitetinin Tibb Fakültəsi genel cərrahiyyə üzrə uzmanlıq təhsili almış bir mütəxəssisdir. Bariatrik onkoloq cərrah Medistyle Hospitalda çalışır. Medistyle Hospital isə yerləşir Əhməd Rəcəbli 18A ünvanında. Bilirsiniz ki, Medistyle Hospitaldan vaxtaşırı peşəkar həkimlər bizim studiyamızın qonağı olurlar. Elə bugün də biz cərrahımızla danışırıq. Əlaqə saxlamaq istəyənlər 055 258 45 85 nömrəsi ilə əlaqə saxlaya bilər. 055 258 45 85. Birbaşa dalğamıza suallarınızı ünvanlamaq istəyirsinizsə, elə canlı biz sizin sualınızı cavablandıraq istəyirsinizsə 055 999 1055-i yığın, sualınıza cavab verək. Bariatrik cərrahiyyədən danışırıq. O cərrahiyyədən ki, bugün el arasında haqqında çoxlu sayda miflər var. Ay nə bilim əməliyyatdan sonra xərçəngi oldu, ay əməliyyatdan sonra pis vəziyyətə düşdü, ay nə bilim əsəbləri pozuldu. O qədər sözlər danışılır ki, amma biz bugün birbaşa peşəkarın dilindən olanları eşidirik, reallığı eşidirik və təbii ki onun öz təcrübəsində gördüyünü eşidirik. Doktor, diabet də belə deyək, bugün hədsiz dərəcədə həkimə tabi olmayan diabetlər var. Tutalım həmin insanın artıq çəkisi də var və əməliyyat etdiniz. Neçə müddət sonra və görürsünüzmü ki, mütləqdir onun şəkərinin düşməsi, yoxsa əməliyyatdan sonra da tabi olmaya bilərmi? Biraz da individualdır. Ümumən artıq çəkinin çalışmalara görə %70'ini ən gecə 2 il ərzində bu pasientlər itirirlər. Və söhbət tip 2 diabetdən gedirsə, ciddi bir insulin rezistantlığı varsa, biz insulin miqdarına da baxırıq və endokrinoloqlarla da konsultasiya edirik. Bunların istifadə etdiyi dərmanların sayı anlamlı dərəcədə azalır zaten. Tamamən buraxılmış da ola bilər. Yəni bu bariatrik cərrahiyyə, mədək sistemi əməliyyatı sadəcə bir estetik görünümü düzənləmək olan bir əməliyyat deyildir. Eyni zamanda sağlıq problemidir. Bəzən insanlar abdominoplastika ilə qarışdırırlar. Məsələn, kilo vermək üçün gedib abdominoplastika olan yetəri qədər xanımlar var. Və bizim icra elədiyimiz əməliyyatlarda xanımlar ən az yarısı daha öncə abdominoplastika əməliyyatı keçirib kilo vermək üçün. Yəni bu abdominoplastika qarın divarının önündə olan yağlardan deformasiya olmuş dəridən qurtulmaq üçün olan bir deməli əməliyyatdır ki, bunda 3-5 kilo, ən maksimum 8 kilo gedə bilər ki, bu da xüsusən bədən kütlə indeksi 35-in üzərində olan insanlarda anlamlı bir estetik görünüm sağlamdır. Yəni ancaq mədə sistem əməliyyatından sonra sadəcə qarın ön divarında olan yağların əriməsi deyil, içəridə olan yağların əriməsi, qolda olan, üz nahiyəsində olan, ayaq nahiyəsində olan yağların əriməsi də gətirib çıxarır ki, bundan sonra icra olunacaq estetik prosedurlardan sonra daha gözəl bir görünüm əldə etmək mümkündür. Yəni bədən kütlə indeksi 35-in üzərində olan hər hansı bir xanım kilo vermək üçün abdominoplastika əməliyyatı elətdirmək yanlışdır və yaxud
düzgün bir estetik görünüm əldə etmək üçün abdominoplastik əməliyyatına öncə müraciət etmək yanlışdır. Və maalesef estetik cərrahlar da deməli xəstələri xəbərdar eləmir bu məsələlərdən, elə alıb əməliyyat edirlər. Sonra onlar sonradan bizə gəlirlər, biz onu mədək sistemi eləyirik, ondan sonra yenə sallanmalar olur. İkinci olaraq biz yenə gərək onlara eyni əməliyyatı edəsiniz. Eyni əməliyyatı gərək yenə eləyək yəni. Təkrarı girəcək həmin əməliyyata. Doktor, mən istəyirəm bir qədər mədə balonundan da danışaq. Çünki bayaq gördüm sizin səhifənizdə də onunla bağlı sual verirlər. Dediniz o qədər də məsləhət görmürəmmi dediniz? Deməli, mədə balonunu ilk icra eləyənlərdən biriyəm Bakıda. Uzman olaraq ilk mən təyin eləmişəm və bir ara çox aktuallıq qazandı. Ancaq müəyyən məsələlərə görə artıq çox tərcih eləmirəm. Nəyə görə? Çünki mədə balonu çıxarılandan sonra insanlar kilo verdiyi kilonu sürətlə geri almağa başladılar. Ondan sonra mədə balonu qoyulduqdan sonra səhərsi günü çıxarmaq istəyən pasiyentlərim oldu. Niyə? Çünki şiddətli bulantı, qusma, diskomfort verən və bu bəzən 10 gün, 15 gün davam eləyə bilir. Düzdür, müəyyən dərman təyinatları olur. Onlar vaxtında istifadə edərsə bulantının da miqdarı kifayət qədər azalmış olur, amma buna dayanamayan insanlar. Yəni o işdən zevq almadım açığı. Mədə kiçiltmə qədər. Mədə kiçiltmənin çox daha konforlu və çox daha effektli olduğunu gördüm. Ona görə daha çox tərcih. Çox məcbur qalmadıqsa etmirəm. Yəni çox istəyən olarsa yenə də tərcih oluna bilər, yəni mədə balonu. Deməli doktor, həkimlərimiz arasında çox belə yaxşı yeyən, içən, öz canına cüssəsinə diqqət edən həkimlərimizdən biri də bu əməliyyatı elədi. Bariatrik əməliyyatdan gedir söhbət. Deyir ki, əməliyyatdan sonra psixologiyam pozuldu. Deyirəm, niyə doktor? Deyir, yeyib içə bilmirəm axı. Yəni yeməyi sevən insanların əsəblərinə sözün əsl mənasında təsir eləyir bu doktor. Amma təbii ki, sağlam görüntü alır. Adam bilsəz necə çəki almışdı. Yəni indi çox ideal bir çəki hissəsinə düşüb gəlib, yəni formasını alıb. Bu əməliyyata əks göstərişlərin arasında psixoloji dəstək önəmlidirmi? Təbii ki. Bu əməliyyata əks göstərişlərin arasında bulimiya nevroza deyilən bir yemənin psixolojik yemək alışkanlığıdır, əks göstərişlər arasındadır. Xronik alkoqol qəbulu əks göstərişlər arasındadır. Yəni xroniki alkoqol qəbul edən birinə bu əməliyyatı eləyərsək nəticə olmayacaqdır. Depressiya vəziyyəti əks göstərişlər arasındadır. İstəyirsə biraz da göstərişlərdən danışa bilərəm. Zəhmət olmasa doktor, bunlardan da danışaq. Deməli 18-65 yaş arasında daha çox tərcih eləyirdik, amma son zamanlar qaydalarla dəyişdi, yəni. Üst sınırı yoxdur. 70 yaşı belə olsa, ciddi ürək-damar riski yoxdursa, ciddi komorbid xəstəliklər yoxdursa, ürək çatışmazlığı yoxdursa, yəni üst sınırı yoxdur. Alt sınırını yəni 18-də qoyublar. Ancaq uşaqlarda 13-18 yaş arası uşaqlarda əgər söhbət morbid obezitədən gedirsə, bunların gələcəkdə də ciddi şəkildə pillənmədən əziyyət çəkdikləri görülmüşdür. Bu zaman uşaq endokrinoloqunun, uşaq psixiatrının əldə olunan bir konsilium nəticəsinə görə 13 yaşdan yuxarı belə icra oluna bilər. Eyni zamanda dediyim kimi bədən kütlə indeksi 35-in üzərində olmalıdır. Əvvəl 40 idi, bu 35-ə düşdü. Hətta Asiya irqi üçün, çünki Asiya irqindən olan insanların iç piyələnməsi daha çoxdur, nəinki çöl piyələnməsi. Bu da digər komorbid xəstəliklərə səbəb ola bilir. Hətta Asiyadan olan insanlar üçün 32.5-ə düşübdür bu rəqəm, yəni. Onun altında mütləq bir xəstəlik olmalıdır. Deyək ki, yağlı qaraciyər olmalıdır, ürək-damar sistemi, diabeti, artrozu və s. hiperlipidemiyası və s. olmalıdır ki, bu əməliyyatı icra eləyək. Aydındır. Doktor, mədə balonu belə deyək, hansı hallarda bugün yenə də insanların çıxış yolu ola bilər? Çünki məsələn, bugün insanların problemləri bir deyil. Ən azı bir iki yanaşı xroniki məsələsi var. Məsələn, bugün ürək-damar sistemində problem yaşayan insanlar çoxdur, emboliya təhlükəsi olan insanlar çoxdur. Təəssüflər olsun, məsələn, bizdə mən ən çox xanımların ayağını görürəm ki, yəni o elə ağır vəziyyətdə varikoz olan xanımlar var ki, yəni başa sala bilmirsən ki, ay anam bacım, sabah sən bir əməliyyata girsən, bu sənin ən böyük həyat təhlükəndir. Yəni ayaqda olan o damar problemlərini həll eləmək lazımdır ki, buna da cərrahlarımız çox xüsusi diqqət yetirirlər bildiyim qədərilə. Yəni bizim bugün insanların ən azı iki yanaşı problemi var. Məsələn, ürəyində, damarında belə problem olan insanlara qarşı necə yanaşırsınız və əlinizdə əməliyyatı alacaq dərəcədə, daha doğrusu almayacaq dərəcədə əsaslarınız varsa nə edirsiniz? Belə deyim, bariatrik əməliyyat
sayəsində artroz səbəbi ilə əməliyyata gedən bir xəstə məsələn artrozdan artıq əməliyyat olmağa ehtiyac qalmadı, əməliyyatdan qurtulmuş oldu. Çünki daha öncə osteoartrit səbəbi ilə ortopedistə müraciət eləmişdi və əməliyyat önərilmişdi və şiddətli kilo vermə tövsiyə olunmuşdu. Bizə müraciət elədi. Bu əməliyyatdan sonra bir 40 kilo sonra oynaq ağrılar tamamilə keçdi. Eləcə də damar məsələsi düzdür, obezitenin özü də dərin ven trombozu üçün bir risk faktoru daşıyır. Ancaq onun xəstənin hematolojik problemi yoxdursa, bir laxtalanmaya meyilliyi yoxdursa, deməli bu əməliyyatdan sonra tromboz riski də azalmış olur yəni və varikozun səbəb olduğu ağrılardan müəyyən qədər qurtulmuş olur deyə bilərik. Düzdür, varikozun səbəbi damar genişliyi falan, damar cərrahının da tövsiyəsini almaq lazım olur bu durumda. Ancaq tromboz riskinin müəyyən qədər azaldığını deyə bilərəm bu əməliyyatlardan sonra. Əksinə olur yəni, daha da yaxşı təsir eləməyə başlayır. Bu arada mən doktorumuzla əlaqə saxlamaq üçün bir daha nömrələri xatırladım. 055-258-45-85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Elba Aliyev studiyamızın qonağıdır. Bariatrik və onkoloji cərrah Medistyle Hospital mütəxəssisidir. Medistyle Hospital Əhməd Rəcəbli 18A ünvanında yerləşir. Rahat müraciət eləyə bilərsiniz. Qeyd etdiyim nömrələr vasitəsilə də həm digər mütəxəssislərlə Medistyle Hospitalın eyni zamanda Elba Aliyevlə də görüşmək üçün hər hansı bir cərrahi müdaxiləyə ehtiyacınız varsa, cərrahla danışıb hər hansı bir məsələni müzakirə etmək istəyirsinizsə 055-258-45-85 aktivdir. Doktor Ankara Universiteti Tibb Fakültəsi genel cərrahiyyə üzrə uzmanlıq təhsili alıb, bunu da diqqətinizə çatdırmış olum. Bugün şükürlər olsun ki, bu sahədə yetəri qədər peşəkar cərrahlarımız var ki, onlardan biri də Elba doktordur və doktor deyir ki, çoxlu sayda əməliyyatlar etmişik və hələlik ciddi ağırlaşması olan, hər hansı bir narahatlığı olan insan görməmişik. Bunu xüsusi olaraq niyə vurğulamaq istəyirəm? Çünki bariatrik cərrahiyyə bir çox insanların çıxış yolu olduğu halda ətrafdakı insanlar tərəfindən elə qorxudulurlar ki, onlar əməliyyata getmək istəmir ki, bunun da şahidi dəfələrlə olmuşam ki, baxırsan xanımın hədsiz dərəcədə çəkisi var, yanaşı olaraq diabeti var və övladları deyir ki, ayana gəl səni məsələn bariatrik cərraha aparaq, bir məsləhət eləyək. Ətrafda deyilən insanların qorxusundan getmək istəmirlər onlar əməliyyata və öz problemlərindən azad olmaq istəmirlər. Doktor, mən istəyirəm bariatrik cərrahiyyənin artıq çəkidən, belə deyək, artıq çəki səbəbli aparılmasından bir qədər də danışaq yenə. Yaş olaraq ən aşağı yaş kateqoriyası neçədir? Ən aşağı yaş 18 olaraq qeyd olunubdur. Çünki mən bugün uşaqlarda da hədsiz dərəcədə çəki görürəm. Və bu uşaqların gələcəkdə daha şiddətli, yəni digər xəstə qrupuna nisbətən daha şiddətli obezitədən əziyyət çəkdiyi görülmüşdür. Ona görə də uşaq endokrinoloqu başqa altda yatan endokrin səbəb varmı onu araşdırmalıdır. Bir tiroid problemi varmı, böyrək üstü vəz problemi varmı, bir hipofiz problemi varmı araşdırılmalıdır endokrin nöqteyi nəzərdən. Eyni zamanda bu dedikləriniz böyüklərə aid deyilmi? Böyüklərə də aiddir, uşaqlara xüsusən aiddir. Yəni, böyüklərdə biz belə o hormonlara baxmamız kifayət edir, ancaq uşaqlarda xüsusən araşdırılmalıdır və uşaq psixoloqunun dəstəyi lazımdır. Bunların hamısının bir yerdə konsilium nəticəsi olaraq 13 yaşdan sonra belə icra oluna bilər yəni. 13 yaşdan sonra? Bəli. Doktor, insanların psixologiyası fərqlidir və hər birinin də həm öz probleminə, həm də öz orqanizminə yanaşması da fərqlidir. Bəzən görürsünüz ki, insan öz problemini normal olaraq qəbul edir, həkimə gedir, məsləhət edir, doktor gəl bu problemi aradan qaldıraq deyir. Amma bəzən də görürsünüz ki, az qala 200 kiloya yaxın çəkisi olan insan deyir ki, mən idman eləyib arıqlayacağam. Mümkündürmü? 200 kilo olan bir insanın, nəinki 200 kilo olan, hətta morbid obez dediyimiz bədən kütlə indeksi 40-ın üzərindədirsə, çalışmalar yenə göstərib ki, dietin, sporun çox bir faydası olmayıbdır və bunlar üçün ən effektli, ən qalıcı üsul mədə kiçiltmə olduğu göstərilibdir. Yəni və son çalışmalar müqayisəli meta-analizlərdə mədə kiçiltmənin qalıcılığının istifadə olunan endokrinoloqların istifadə elədiyi iynələrdən, dərmanlardan çox-çox daha effektli olduğu göstərilmişdir. Yəni bu gün hal-hazırda kilo vermək üçün ən effektli, ən qalıcı üsul mədə kiçiltmədir və ikinci sırada qastrik bypassdır, xüsusən xəstələrin diabeti varsa. Hətta bəzi insanlar sosial mediadan qastrik bypassın tərifini eşidib bizə diabeti yoxdur, amma qastrik bypass əməliyyatı olmaq istəyir. Bunlarda əməliyyatdan sonra çalışmalarda şiddətli hipoglisemiya görülübdür. Yəni ona görə
əgər insulin dirənci yoxdursa, diabeti yoxdursa, qastrik bypass yox, yenə də mədə kiçiltmə daha önəmlidir. Həm fiziologiya pozulmamış olur, həm doğru dillə desək, xəstənin bağırsağını kəsməmiş oluruq, anatomiyanı çox pozmamış oluruq. Mədə kiçiltmə həm bəsit, həm qısa sürən və daha effektli bir prosedur olduğunu deyə bilərəm. 2 il ərzində bu əməliyyatdan sonra artıq çəkinin %60-ı gedir, qastrik bypassda %70-i gedir. Ancaq geri kilo alma ki, bu ola bilər 5 il sonra qastrik bypassda daha sıx görülmüşdür. Nəinki mədə kiçiltmədə daha sıx görülmüşdür. Yəni bununla da bir nəticəyə gəlmək olar ki, mədə kiçiltmə daha qalıcı bir arıqlama təmin edir. Yəni. Doktor, geri dönməsi nəyə bağlıdır çəkinin? Bunun da şahidi olmuşam. Həyatda çox qəribə gəlib mənə. Bu haqda biraz danışmaq lazımdır. İnsanlar xüsusən ilk 6 ayda sürətli kilo verməyə başlayır. Bəzən və psixolojik olaraq bunlar hər gün tərəziyə çıxır evdə. Və 3 gün, 5 gün kilo vermədikdə bizə zəng eləyirlər ki, bu gün kilom getməyib. Vücut metabolizması hər kəsdə fərqlidir. Bəzən bu pasientlər əməliyyatdan sonra plato dönəmi dediyimiz bir dönəmə girə bilərlər. Yəni kilo verilmiş kilolara uyğunlaşma prosesi gedir insanlarda. Belə halda bizim müəyyən tövsiyələrimiz olur. Yürüyüşü müəyyən qədər artırın, diyetinizi müəyyən qədər düzənləyin, ondan sonra maye qəbulunu artırın, protein dəstəyi almırsınızsa protein qəbul edin. Çünki bu da plato dönəminə girməsinə səbəb olur insanların. Vitamin dəstəyini alın. Bununla əksər xəstələr düzəlir, yəni kilo verməyə davam edirlər. Və mədə poşu müəyyən qədər genişləyə bilər və çox sıx-sıx, tez-tez yemək yemək mədə poşunun genişləməsinə səbəb ola bilər. Mədə heç vaxt əvvəlki vəziyyətinə gəlmir və pasiyent heç vaxt əvvəlki kilolarını almır. Ancaq müəyyən qədər verilmiş kiloya uyğunlaşma ola bilər. Deyək ki, 3 il sonra bir 5 kilo aldı və 5 il sonra verdiyi kiloların bir 10%-ni, 20%-ni geri ala bilər. Yəni əvvəlki kiloya heç bir zaman gəlmir. Mədə nə qədər genişləsə də əvvəlki ölçüyə gəlmir. Və reflüks şikayətləri ola bilər bu xəstələrdə əməliyyatdan sonra ki, qızqırma. Bu niyə bağlıdır? Bu da mədəni bir boru şəklində düşünmək lazımdır və mədə daxil təzyiq artır. Əməliyyatdan sonra, elə mi? Əməliyyatdan sonra. Buna görə müəyyən qədər qızqırma, reflüks şikayətləri ola bilər ki, bunlar da zamanla düzəlir. Müəyyən dərmanlarla da kontrol alırıq və o hiss açısı dediyimiz bucaq zamanla olgunlaşdıqca, düzəldikcə mədənin yemək borusuna keçdiyi nahiyədə reflüks şikayətləri azalır. Eyni zamanda kilo verdiksə də reflüks şikayətinin 3 il sonra keçməyən xəstə mən görmədim, belə deyək. Yəni bu barədə də ürəkləri sakit olsun insanların. Bəli. Çünki nə bilim, bu miflərin bir yanında biri burada var ki, ondan sonra yenə çək alan insanlar olur və s. Amma deməli bunu da nida olaraq vurğulaya bilirik ki, heç kəs o əvvəlki təhlükəli çəkisinə geri dönmür. Əvvəlki çəkiyə gəlmir, mədə əvvəlki formasına heç vaxt gəlmir. Ancaq müəyyən qədər geri kilo almalar ola bilər. O müəyyən qədərə məncə insan dözə bilər. Çünki bəzən o qədər hədsiz dərəcədə çəkisi olan insanlar görürük ki, hələ bir xarici ölkələrdən birində bir həkimin daim daha ağır, hətta yarım tona yaxın çəkisi olan insanların əməliyyatını aparmasından, o insanların evdən çıxarılmasından danışır. İnsan həqiqətən bəzən dəhşətə gəlir ki, insan niyə özünü bu vəziyyətə qoyur axı? Yəni fast food bu qədərmi sənin həyatın üçün önəmlidir ki, sən həyatını hətta evdən kranla çıxarılacaq həddə gətirib çıxarırsan. Yəni o insanlar təsəvvürün bəzən pəncərədən kranla çıxarılır çünki yerindən tərpənə bilmir. Yəni bizim bugün piylənmə dediyimiz əslində dünyanın böyük bir dəhşətidir. Bu sizə elə belə bir məsələ kimi gəlməsin. Media Doktor davam edir. Biz efirimizə davam edirik. Doktorumuzun həm səhifəsinə gələn sualları da dinləyici cavablandıracağıq. Elə dinləyicilərimiz də onların sayəsində bəzi suallara cavab tapmış olsunlar. Bugün Elba Aliyev mənim həmsöhbətimdir. Bariatrik və onkoloji cərrah. Doktorumuz Ankara Universiteti Tibb Fakültəsi Genel Cərrahiyyə üzrə uzmanlıq təhsili almış bir mütəxəssisdir. Hal-hazırda Medistal Hospitalda çalışır. Hospital Əhməd Rəcəbli küçəsi 18A ünvanında yerləşir. Əlaqə saxlamaq istəyən dinləyicilərimiz 055 258 41 81 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Canlı efirimizin nömrəsi isə 055 999 1055-dir. Doktor, sizdə orada suallar vardı, diqqətimi çəkdi. Bir izləyiciniz daha doğrusu soruşur ki, əməliyyatdan sonra hər ay nə qədər çəki atır insan? Əməliyyatdan sonra, mədə kiçiltmə əməliyyatından sonra ədəbiyyatların, yəni çalışmaların göstərdiyi artıq çəkimiz nə qədərdirsə, onun %60-ını, 70-ini 2 il ərzində veririk. Ancaq bizim təcrübəmizdə görürük,
bir ay ərzində 10 kilo verən, 15 ən az yəni 5 kilonun altına enməmişik. Yəni aylıq 10-15 kilo itirik. Hətta 6 ay sonra artıq çəkinin yarısının getdiyini daha çox xəstələrimizdə müşahidə edirik yəni. Qastrik bypassda bu rəqəm biraz daha irəlidədir. Deyək ki, 60% deyil, 2 il ərzində 70%-dir. Amma qeyd elədiyim kimi qastrik bypassda 5 il sonra yəni geri kilo almalar daha sıx görülür, nəinki mədə kiçiltmədə. Başqa nə suallar var? Cavablandıra bilərik. Kimlərə mədə kiçiltmə olmaz? O kimlərə olmaz doktor? Kimlərə olmaz? Birincisi bulimiya nevroza dediyimiz psixolojik yemə alışqanlıq pozukluğu olan insanlara olmaz. Ağır depressiya vəziyyətində olan insanlara olmaz. Ciddi ürək çatışmazlığı olan, anesteziya riski yüksək olan insanlara olmaz və altda yatan bir kanser varsa, xərçəng varsa, yoxlayırıq, çıxarsa, önümüzə çıxarsa, mədə bağırsaq, bu insanlara mədə kiçiltmə əməliyyatı eləmək olmaz. Başqa suallar varmı? Başqa sual, bizim canlı yayımız durdu nədənsə, vaxt mı tamam oldu, yoxsa nədir? Ola bilər. Doktor, daha bir sualı mən sizə verim bağırsaqla bağlı. Çünki bəzən görürsünüz ki, elə insanlar olur ki, onların bağırsağında öncədən də problem olur. Onsuz da artıq çəkidən əziyyət çəkən insanların az problem olmur. Çünki çəki zamanla o qədər problemlərə gətirib çıxarır. Bugün bağırsaq problemləri də insanlarda sıx görülən məsələlərdir. Bunun yəni kronundan tutun da ən sadə, yəni sadə insanların baxdığı qəbizliyə qədər problemlər olur. Belə məsələlər varsa sizin işinizin gedişatına mane olurmu? Deməli, bir kərə kanser varsa əməliyyat eləmərik, əks göstərişdir. Onun dışında kron, xoral kolit kimi xəstəliklər remisiya dönəmindədirsə bu əməliyyatları icra eləmək olar və əməliyyatdan sonra faydasının olduğunu düşünürəm. Spastik kolit çox sıx görülübdür. Qızıqlanmış bağırsaq sindromu deyirik, çox insanlar arasında çox yaygın bir problemdir. Tam tərsi faydasının olduğunu düşünürəm mədə kiçiltmə əməliyyatının. Yəni artıq kilolardan qurtulmanın bu xəstəliklərdə deməli faydalı olduğunu qənaətinə gəlmək olar. Nəinki onlara zərər verməsi. Zərər verir. Doktor, belə deyək, yüksək təzyiqdən əziyyət çəkən insan, revmatik xəstəliyi olan, şəkərli diabeti, yəni xroniki xəstəliyi olan insanlar əməliyyata necə hazırlanır? O əməliyyata hazırlıq prosesi necə keçir? Bir o dönəmə də zəhmət olmasa toxunaq. Çünki mən şəkərli diabeti olan çox insandan eşidirəm ki, mən əməliyyat olmaz. Yəni deyir və sonuna bir nida qoyur. Mənim yaralarım gec sağalır. İnsanlar arasında elə bir mif var, diabetli xəstələr ki, əməliyyat eləmək olmaz, yaram sağalmayacaq. Diabetli xəstələr əməliyyat öncəsi hazırlanır. Bunların şəkəri kontrol altına alındıqdan sonra hər kəs kimi əməliyyat oluna bilər və kilo verdikdən sonra çox ciddi şəkildə faydasını görür bu əməliyyatın. Deyək ki, bir hipotireozu varsa, məsələn, keçən bir xəstəmizdə TSH-ın yüksək olduğunu gördük ki, bunun özü də bir kilo almaq üçün bir faktor, risk faktorudur yəni. Onu endokrinoloqa yönləndirdi. TSH-ın, yəni tiroid hormonlarını müəyyən normal dəyərə gətirdikdən sonra əməliyyat eləmək olar. Ondan sonra başqa hansı xəstəliklər dedik? Doktor, bir də siz bayaq hamiləliyə toxundunuz. Bəli. Qadınların hamilə qalması və s. ilə bağlı bu çox diqqətimi çəkdi. Bir qadın məsələn tutalım mədə kiçiltmə əməliyyatı keçdi ya da ki bypass etdiniz, bilmirəm. Bu sizin seçiminizdir və qadın arıqladı, hər şey qaydasında, hormonlar qaydasına düşdü və analıq dövrü başladı. Qadının qidalanmasında bir problem yaranmırmı? Çox yaxşı qeyd elədiniz. Deməli, artıq pi toxuması bir estrogen hormonu deməkdir, yəni bir insulin direnci deməkdir və polikistik overin daha ağır seyr etməsi deməkdir. Hətta bir sonsuzluq üçün başlanğıc deməkdir. Ancaq bariatrik əməliyyatdan sonra bu hamiləlik planlanılmalıdır. Bu ilk bir il ərzində hamiləlik baş tutarsa, zaten bizim ilk bir il ərzində bu xəstələr əməliyyatdan sonraki dönəmdə daha çox dışarıdan kalorini almırlar, endogen kaloriden istifadə edirlər və bunlarda bir vitamin əksikliyi, mineral əksikliyi, tamir çatışmazlığı görülə bilər və hamiləlik üçün də müəyyən risklər ola bilər. Bəli, ona görə də bir il sonra önərilir yəni. Yəni sonsuzluqda artıq tam təsdiqini tapmışdır. Bariatrik prosedurların kilo verməyinin çox deməli faydası var həm kişilər üçün, həm qadınlar üçün. Kişilər üçün də sperm sayının normala gəlməsi, hərəkətsiz spermlərin azalmasında kilo vermənin çox şiddətli effektinin olduğu görülmüşdür. Doktor, bəylərdə bu necə olur? Məsələn, siz deyirsiniz ki, müəyyən müddətdən sonra hüceyrələrin yenilənməsi görülür. Bu nə qədər zaman alır bəylərdə? Mən sizə deyim,
artıq kilo olmaq, estrogen hormonu qadın hormonu olmaq deməkdir. Bəli, bəli. Ki bu estrogen hormonu da müəyyən xərçənglərə səbəb ola bilər. Məsələn, qadınlarda süd vəzi xərçəngi ilə piyələnmənin çox yaxın bir əlaqəsi olmuşdu. Və estrogen hormonunun yüksək olması testosteronun az olmağı anlamına gəlir. Kişilərdə obez kişilərdə, morbid obez kişilərdə testosteronun azlığı görülmüşdür ki, bunlar da 10 kilo belə vermək o testosteron düzeyinin anlamlı dəyişikliyinə səbəb olur yəni. Bu nə qədər zaman alar məsələn bəylərdə? 10 kilo vermək. Əməliyyatdan sonra 1 ay sonra bunu görərsiniz yəni. Bir ay sonra və hüceyrələrin yaşlaşdığını nə zaman görərlər artıq? Hüceyrələrin yaşlaşdığını elə onu da 1 ay sonra görmək olar yəni. Amma təbii ki, bir 30-40 kilo verdikdən sonra kontrol bir spermoqramda bu dəyişiklikləri görə bilərlər. Aydındır. Çünki bugün biz sonsuzluqdan danışanda ya da ki ginekoloqlarımız, androloqlarımız nəsə artırma qabiliyyəti ilə bağlı insanların yaşadığı problemlər deyəndə obezitini mütləq deyirlər. Artıq çəkini mütləq deyirlər. Deyirlər. Son zamanlar çox qeyd olunmurdu, amma artıq qeyd olunmalıdır deyə düşünürəm. Həm də doktor, bu məsələ gedib birbaşa valideynlərə də çıxır. Çünki bugün valideynlərin övladının artıq çəkisinə diqqət etməməsi gələcəkdə bu riskləri daşıyacağı deməkdir. Niyəsə bizdə artıq çəkisi olan qız uşaqlarına, oğlan uşaqlarına sağlam gözü ilə baxırlar. Hələ də bu tendensiyanı saxlayır bizdə valideynlər. Çox təəssüflər olsun. Xüsusən də yeniyetmə çağında uşaqların hədsiz dərəcədə bir çəkidə olması onların gələcəyini məhv eləyir. Əziz analar, əziz valideynlər, siz bunu biləsiniz. Xüsusən də nənələr uşaqların bu kök olmasına niyəsə çox meyillidirlər. Amma heç də uşağın kök olması onun sağlam olması demək deyil. Əksinə uşağın yeməyinə diqqət etmək lazımdır. Hətta bəzən mən uşaqların elə bir formada qidalandığını görürəm ki, yəni deyirəm mən böyük ola bu qədər yemək yemirəm. Düzdür, ola bilər o inkişafda olan bir orqanizmdir, ehtiyacı var, amma bu dərəcəsinə deyil. Bir də bu yandan uşaqların bugün ev yeməkləri deyil də zərərli qidalanması məsələsi var ki, bu böyüklərə də aiddir. Əslində bugün dünyada obezite dediyimiz o yağlanma, piyələnmə problemini yaradan əsas məsələlərdən biri insanlarda düzgün qidalanmanın pozulmasıdır. Çünki insanlar normal qidalanmır. Təbii ki, bu obezitenin altında müəyyən xəstəliklər dura bilər. Endokrin xəstəliklər dura bilər, tiroid xəstəlikləri, böyrək üstü bəz xəstəlikləri, psixoloji faktorlar dura bilər. Amma əsas birinci səbəbi alınan enerjinin, kalorinin çoxluğu və sərf olunan kalorinin azlığı nəticəsində bir yağ toxumasının toplanmasıdır. Yəni birinci səbəb qida faktorudur. Aydındır. Bir daha vurğulayım, bugün mənim həmsöhbətim Elba Aliyevdir, bariatrik və onkoloji cərrahımız Medistyle Hospitalda çalışır. Əhməd Rəcəbli küçəsi 18A ünvanında yerləşir. Klinika rahat müraciət eləməyiniz üçün ünvanı da dedim. 055 258 45 85 isə əlaqə nömrəsidir. Bu arada Doktor Ankara Universiteti Tibb Fakültəsi Genel Cərrahiyyə üzrə uzmanlıq təhsili almış bir mütəxəssisdir. Doktora müraciət etmək üçün elə bugün biz bariatrik cərrahiyyədən danışdıq. Bariatrik cərrahiyyə bugün mifləri olan yetərli sayda belə deyək, şayələri olan bir cərrahiyyə növüdür ki, istədik bunu da sizə peşəkarın dilindən çatdıraq. Əslində nəyəsə bir şeyə qərar verəndə ətrafdakıların deyil də çox yaxşı olar ki, direkt yanına gedib elə mütəxəssisin birbaşa özündən eşidəsiniz bu sözləri. Bizə ayrılan zaman yavaş-yavaş yekunlaşmaq üzrədir və bu arada onu da vurğulayım ki, sabah da fərqli bir mövzu ilə sizin qarşınızda olacağıq. Doktor, sizə təşəkkür edirəm gəldiyiniz üçün. Minnətdaram. Bugün danışdığımız mövzu çox önəmli bir mövzu idi və bu arada bir daha vurğulayım ki 5-15 il insanın ömrünü belə deyək, uzadan əməliyyat deyirlər bariatrik əməliyyatlara. Nəinki onun mənfi tərəflərindən danışırlar. Həm də bugün tibbin inkişafı bu əməliyyatın bütün risklərini də demək olar minimala endirir və bugün gözəl nəticəsini görən, özünü gümrah eləyən, hiss eləyən, sağlam arıqlayan, hətta doktorumuz deyir ki, əməliyyatdan sonra ata olan, rahatlıqla ana olan, hamiləlik keçirən qadınlar var ki, şəkərli diabetdən azad olan insanlar var, artıq çəkilərindən qurtulub özgüvənini geri qaytaran insanlar var ki, bunu bugün deməsək olmaz. Sizinlə mən idim Sona Buynina, Media Doktor dinləyirdiniz. Media FM-in efirində sabah eyni saatda yenə də dalğanızda olacaq. Mütləq bizi dinləyin. Özünüzə yaxşı baxın. Media Doktor, sağlığın varlığındır.